Adnan Əhmədzadənin bu ölkədə 67 milyonluq dəbdəbəli mənzili aşkarlandı. İndi mən xəbəri oxuyuram, orada bəziləri yazacaq ki, sənə nə var, sənə nə var. Təbii ki, mənə nə var. Mənim elə 10 min dollarlıq ev, həm də 10 min dollarlıq evim var, 20 dollarlıq evim var. Bu məni kifayətdir də. Yəni istəsəm də o dəbdəbəli evlər mənlik deyil də. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadə ilə bağlı daha bir fakt üzə çıxıb. Rubrika.az xəbər verir ki, Teleqrafın əldə etdiyi məlumata görə iş adamı qanunsuz yollarla əldə etdiyi pullar hesabına Birləşmiş Ərəb Əmirliklərində özünə dəbdəbəli və bahalı mənzil alıb. Ay Allah, yaşayış otel kompleksində 67 milyon dirhəmə alınan mənzildən söhbət gedir. 67 milyon dirhəm 31 milyon manat və yaxud da 18 milyon dollar edir. 2 qülləli bina otel və yaşayış kompleksindən ibarətdir. Bilmirəm, elə sadəcə bir dənəsini göstərəcəm sizə. Bax, burada bu Adnan Əhmədzadəyə aiddir. Burada 2 otaqlı mənzil 18-22 milyon dirhəm, 3 otaqlı mənzil 27-28 milyon dirhəm, 4 otaqlı mənzil 45-47 milyon dirhəmdir. Yəni qiymətlər bu yaşayış yerində, kompleksində evlər çox bahadır. Mən düşünürəm ki, Adnan Əhmədzadə azından bir 3 dəfə, 4 dəfə bir şəhid ailələrindən, ataları, anaları, nə bilim, qazilərimizi, veteranlarımızı aparardı. Çox hərəsi bir 2 gün, 3 gün bu mənzillərdə yaşayardı. Onlar da danışanda and içərdi ki, biz də bu həyatı yaşamışıq. Başqa nə deyə bilərik ki, araşdırma gedir.